Ben şeyde Aha, buyur. ben burada 284'e böldü 70 ile cevap da 70. Ay sağ ol. Deməli tərəfimiz 70-dir. Çünki rombun perimetri dediyimiz kimi 4A-dır. 280-ı da 4-ə bölürəm. Bütün tərəflər bərabər olduğu üçün kvadrata oxşuyur. O da deyəcək 70. Tərəfləri tapdım. Bir də iki tərəf arasındakı qalan bucaq da verilibdir. Bura 60 dərəcə verilibdir. Və iki qarşı küncü arasındakı ən qısa məsafəni istəyir. Buranı istəyir. Bizə dedik ki 60-dırsa, yan tərəflər də 70-dirsə, oturacağı düşük bucaqlarımız da eynidir. Çünki 180-dan 60 çıxıb 2 yerə bölsək, 60-60 düşür. Düzdürmü? Onda bu bərabər tərəfli üçbucaq olur. Bunun iki qarşı künc arasındakı ən qısa məsafəsi də 70 olur. Sonra 2. Nömrə 2'də y bərabərdir 4, x bərabərdir 2 vurulsun 4 bərabərdir 8. Aysa. Demək x-imiz 2y olduğu üçün, y-də 4 olduğu üçün 2-ni 4-ə vurdum. X-i 8-dir. Y də məlumdur 4-dür. Onda mən bunun AB tərəfi ilə CD tərəfinin bərabər olduğunu görürəm. Çünki bərabər yanlıdır. Yəni bura 2x plus y-dirsə, eyni zamanda burada 2x plus y-dir. Aparıb ifadələri yerinə qoyuruq. X-imiz 8-dir, y-imiz 4-dür. Vursaq, 2-ni vururuq 8-ə. 16, 16'nın da üstüne 4 gəlir. Neçə eləyir? 20. 20. Demək, AB tərəfi 20-dir. CD tərəfi də eyni zamanda neçədir? 20-dir. 20. Orta xətt neçə olacaq bəs? BC əgər bura kiçik oturacağımız 11. 8-dir, böyük oturacağımız 14-dür. Bəli. 14 ilə 8-i toplayıb yarıya bölməliyik. Orta xətt çünki elə tapılır. O da eləyəcək 11. Bunu da tapdıq. Perimetr nə qədər eləyəcək bəs? Perimetre Hı -hı. 62. Neçə? 62. Bəli, bütün tərəflərin cəmidir perimetr. Yəni 20 üstə gəl 20, səmra üstə gəl 11 plus bir də neçə idəalı 8. 11 yox, bir dəqiqə 8 üstə gəl 14 daha doğrusu. Aha. Toplasaq bunlar neçə edir? 40, 54, 7, 62. Bunu da tapdıq. Keçək növbətinə. Buyur. Şəkildə verilmiş hər kvadratın tərəfi özündən əvvəlki tərəfinin yarısına bərabərdir. İkinci və dördüncü kvadratın perimetri fərqi 48 olarsa, birinci və üçüncü kvadratın perimetrlərinin fərqini tapın. Aha. İkinci kvadratın, dördüncü kvadratın perimetr fərqləri verilibdir. Biz də bilirik ki, məsəl üçün bu x-dırsa, bu 2x-dir. Çünki hər dəfə axı yarısına bərabərdir. Bu Bəli. 4x-dir, bu da 8x-dir. Düzdürmü qaydaya görə? Bəli. İndi məndən ikinci, bir də dördüncü kvadratların perimetrlər fərqi verilib. İkinci burada hansıdır tərəfi? 4x-dir. Dördüncü hansıdır? Tərəfi x-dir. Tərəfi əgər x-dırsa, dördüncünün perimetrini necə tapırıq? 4'ü vururuq x-ə. İkincinin perimetrini necə tapırıq? 4'ü vururuq 4x-ə. Olur 16x. Bunların fərqi 48-dirsə, 16x-dan 4x-ə çıxıb nəyə bərabər edirəm? 48-ə. 12x bərabərdir 48-ə, x də bərabər 4'ə. Tərəfi tapdım 4. Onda məndə birinci və üçüncü kvadratın perimetrlər fərqini istəyir. De görək, əgər tərəf 4-dürsə, birinci kvadratın perimetri neçə eləyəcək? 4. Birinci Aha. 32. O 32 tərəfi olacaq. Çünki x-ə 4 demişəm. Bəs onda perimetri olsa birincinin perimetri 32 vurulsun 4 qədər olacaq. Bəli, olur 128. Bəs üçüncünün perimetri nə qədər olacaq Səmra? Əvvəl tərəfini Üçüncüsünün istəyirsən tap, sonra da perimetrini. 8'e Necə? 4, 32. Mənim perimetri 30. 32'dir. Bəli, 32'dir. Bunların da fərqini istəyir səndən. Birinci və üçüncü kvadratların perimetrlər fərqini istəyir çünki. O neçə verəcək bizə?
Mən 100. Necə? 128-dən 32 çıxırıq. Ay, deməm ama çıxırdım da elə 128-dən 32 çıxırdım. Neçə 90. qaldı? 96. 96. Deməli, bunların fərqləri Adam 96. 96 değil. Sonra 4. Yenə 4'ten də AD AC. beraber. O AC kişi AC buradan bura 12 verilibsə, onda AO nə qədər olar Səmral? 6. Bəli, 12-nin yarısı qədər. AO ilə OC bir-birinə bərabərdir. 6 tapdıq. B-də 10 verilibsə, onda BO ilə OD nə qədər olar? 5. Bəli, doğrudur. Buralarda 5-5'dir. Hər birini qeyd edelim. Amma məndən ABC-nin perimetri, bir də ABD-nin perimetrini istəyir. Bir də belə bir şərt verib ki, perimetri 32'dir. Axı biz dedik ki, paralelogramda qarşı tərəflər bir-birinə nədir? Bərabərdir. Perimetrini Bəli. tapmaq istəyirəmsə, 32-ni nə etməliyəm? 32 neyim? 2-yə bölməliyəm. Ya bölmeli bəli. Bəli, 16. perimetr 16. Onda belə çıxır ki, AB ilə BC-nin cəmi də 16-dır. AD ilə DC-nin də cəmi 16-dır. Yəni A üstə gəlbi 16-dır bizdə. Amma məndən ABC-nin perimetrini istəyir. ABC-nin tərəf perimetrini tapmaq istəyirəmsə bu üç bucağın onun tərəfləri hansılardır? 16'nın üzerine 12 gələcək 28. Deməli 16-nın üstünə 12 gəlirik. Doğrudur. Olur 28. Bəs yaxşı ABD-ni istəsə ABD'də də əməlim 16 ilə onu toplayırıq 26. bəli 16-nın üzərinə 10 gəlirik. Doğrudur. 26. Bu 26 elədi. Bu da oldu 28. 5. Mən 5'te də hamısını Bəli, hamısının cəmi toplayacaq. neçə dərəcə olmalıdır? 360. Çünki 4 bucaqlının daxili bucaqların cəmi neçədir? 360'dır. Bucaq B'miz verilib 6x plus 7y'dir yazdım. Bucaq C'miz verilib x plus y'dir yazdım. Bucaq D'miz də verib 7x plus 6y. İndi davay toplayaq. Nə yazacağım? 6x üzerine gəlsin 7 y üzerine gəlsin 8 Hı -hı. 8 7x üzerine 6 y üzerine x üzerine y beraber 360'a 6x ile 6 7x topluyoruz 13, 13'ün də üstünə e, x də. ve 14 14 x. 14 y Aha. çıxılsın 80 toplansın 80 beraber 360'a Onda yaxşı, bəs 360-dan nə etməliyik? 80 çıxıb o tərəfə keçirəndə axı çıxılır. ben çıxıb 280 böyle da alıram. Onda x plus y-i necə taparam? e, Buradan 14'ü mötərizə xaricinə çıxardırıq da Səmral. 14'e böləcəyik. Ay sağ ol. 280-də 14'ə böləcək. O da neçə dərəcə edəcək? 20. 20 20 Deməli, bax, bu daxildəki x plus y var ha, bu balaca. Bura 20 dərəcədir. Onda mən bunun xarici bucağını tapmaq üçün nə edərəm? Yəni, bucaq C-mizin daxili bucağı 20 dərəcədir. Necə? 180'den 20'ye çıxacaq. Ay sağ ol. Burada oldu 160. 6. 6'dan böyle 8 elə. Bəli, çünki AM M D-yə bərabərdir. Onu hardan çıxardırıq? Çünki ABC D bərabər yəni trapesiyadır. Trapesiyada da deyir ki, AB, yəni bax bu AB tərəfi, X tərəfi. BM də X-dir deyir. MC də deyir X-dir. Hamısı bir-birinə bərabərdir. O da bərabərdir CD-yə. Hamısı X oldu. Aha, bu üç bucaqlar bərabər olur. Bərabər olduğu üçün AM 8-dirsə, MD də 8 götürüləcək. 7. Ben burada 7'də yalnız iki tərəfi paraleldir. Aha. Ben bu B'ye yox. Ben B'ye gedir bu yoxsa? Bəli. B'ye getdik. Doğrudur. Yalnız iki tərəfə paraleldir. Bunu B'yə əlavə etdik. Bəs diaqonalları bucaqlarının tən bölənidir.
Ortaya. Bütün romblar çoxluğuna getdi. Ha, B-yə. Bəli, yenə B-yə getdi. Sonra diaqonalları simmetri oxu deyil. Trapesiya. Deməli, onda 3. Yəni həm bütün trapesiyalar çoxluğuna gedir, bəli. Doğrudur. 3 bura getdi. Sonra Qarşı bucaqların cəmi 2 bucaq ola bilər. Mən bu da ortaq. bir dəqiqə. Qarşı bucaqlarının cəmi deyir 2 bucaq ola bilər. Rombların məsəl üçün qarşı bucaqlarının cəmi 2 bucaq ola bilər də. Bəli. Ona görə hansını əlavə edə bilərik? B-yə. Bəli. Sonra daxili bucaqların cəmi 360-dır. Bu heç bu hər ikisinə gedir. Gəl bir dənə trapesiya çəkək. Ən yaxşı çəkməkdir. Bir dənə də romb çəkək. Yalnız iki tərəfi paraleldir. Axı rombda biz dedik ki, qarşı tərəflərin hamısı nədir? Bir-birinə bərabərdir. Yəni yalnız iki Bərabər. tərəfi. Bu trapesiyaya gedir. Bax, şəkil çəkməmişik deyə ona görə qatışdırıb. Bir A-ya gedəcək Səmra. Çünki trapesiyada axı yalnız qarşı tərəflər paraleldir. Amma rombda bütün tərəflər bərabərdir. Sonra diaqonalları bucaqlarının tən bölənidir. Məsələn, rombun diaqonalları dedik qarşılıqlı perpendikulardır. Düzdürmü? Bəli. Amma bunun diaqonalları bucaqlarının deyir nə idi? Tən bölənidir. Onda belə çıxır ki, həm rombda, həm də bu trapesiyada ödəyir də. Onda ikini ortaya yaza bilərik. Düzdür? Bəli. Sonra növbəti 3-də. Diaqonalları simmetri oxu Diaqonalların deyil. Simmetri oxu deyil deyir. Simmetri oxu olmayan hansıydı? Trapesiyadaydı da. Trapesiya. Bəli, A-ya yazmış. Qarşı bucaqların cəmi 2 bucaq ola bilər. Məsələn, qarşı Romba. bucaqların cəmi 2 bucaq trapesiyada heç vaxt ola bilməz. Amma şeydə ola bilər, romblarda ola bilər. Sonra daxili bucaqların cəmi 360-dır. Hər ikisinə getdir. Hündürlükləri bərabərdir. Nəyin hündürlüyü bərabərdir? Trapesiyanın. O da hansına getdi? A-ya getdi. Aynı oldu. Bəli. Deməli. Keçirik 8-ə. Buyur. 8-də müəllim kök altında 3-ün kvadratı üzərinə 4-ün kvadratı bərabərdir 5-ə, yəni 25 olur cavab. Şəkil Burada çəkək də PB onda. Yenə bir dənə romb çəkirik. Diaqonallarımız verilib 6, 8. Onda sən bunu böldün 2 yerə. Biri 3, 3-dür, biri 4, 4-dür. Doğrudur. Sonra 3-ün kvadratı ilə 4-ün kvadratını topladı. Yəni 9 ilə 4. 16-nı topladı. 25, 25-dən nə çıxdı? 5. Onda tərəflərə 5, 5 yazaq. Bizdən ABC. mən ABC 3 16 bucağın eləyəcəm. perimetri 16. 16 niyə? 5 üstə gəl, 5 üstə gəl, 4 üstə gəl, 4. Hə, mən 6 yazmışam. Sən bu birisinə 6 yazmısan, 3 18. üstü. Mən 18 eləyəcək. Dur, mən diaqonallarında. Onda sən düz yazmısan. Bir dəqiqə. Kiçik diaqonalına elə bir ki yazmısan 3, 3. Böyük diaqonalına yazmısan 4, 4. Hə, onda perimetrimiz olanda ABC 10 üstə gəlsin 6, 16 olacaq. Düzdür. Hı.
Bəs yaxşı, Hı. BOC-nin perimetrini nə yazmısan? 3 üzəni 4 üzəni 5. Ay sağ ol. 12. Doğrudur. Onda ümumi deyəndə də Ümumi 28. bəli, ümumi də 16 ilə 12-ni toplamısan eləyib 28. Doğrudur. 9. 9-da müəllim 1 gedəcək. Diaqonalları bərabər olan bunu Doğrudur. götürəcəyik. 2 daxil olan sən 300. Mən bu səhvdir. Bəli, 360 E, olmalı. bütün Bütün tərəfləri tərəfləri də bərabər olmalı. bərabərdir. Bəli. Yalnız iki tərəf paraleldir. Xeyr müəllim. Dedik bütün E, tərəflər. Bir də diaqonallar diaqonalları qarşılıqlı bəlkə də 5. D variantı. 10. Mən burada 1-ə e, Verilənləri yazaq istəyirsən. AM 4-dür. AK 6-dır. NC də 6-dır. AK 6-dırsa KC də 6-dır. AM 4-dürsə MB də 4-dür. BR ilə NC də bir-birinə bunlar da 6-dır. Onda üçbucaqların perimetrlərini uyğunlaşdıra bilərsən də. mən Məsələn, 1-ə A gedəcək. necə? 1-ə C gedəcək. Birə C gedəcək, hə, düz deyirsən. MNK üçbucağının məsəl üçün perimetri toplayırıq biz o tərəfləri. Çünki burada məsəl üçün orta xətt olduğu üçün 6 olacaq, burada 4 olacaq, burada 6 olacaq. Çünki 12-nin yarısı 6 eləyir, 8-in yarısı 4 eləyir, 12-nin yarısı 6 eləyir. MNK üçbucağın perimetrini tapanda 12 üstə gəlir 4, 16 eləyir. Birinciyə C getdi, doğrudur. Ama Y de gedər, Səmral. B, M, B, C, K. M, B, C, K. Toplasaq, məsələn, 12, 18, 18-in də üstə. Yenə hamısını toplayırsan da elə bil ki. 24, 24-ün də üstünə 4, 28. Bax, bunu istəyir. M, B, C, K. Bax, bu tərəf istəyir. Bu üç bucağı. Dörd Bəli. bucaqlını da. Bunu toplayanda həqiqətən də 28 eləyir. Deməli, Y də gedir. Sonra indi keçək ikinci üçün işləyək. Birinci üçün idi. Yenə verilənləri yazıram. 5, 7, 8. Aha, bura 5 yazıram, burada 5 yazıram. Bura 7 yazıram, burada 7 yazıram, bura 8 yazıram, burada 8 yazıram. 8 ile 8 toplayanda 16, 16'ın yarısı 8'dir orta xətt. 14, 14'ün yarısı 7'dir, 5. Onda perimetrini tapa bilərsən. 20 deməli. Ay sağ ol. 2'ye getdi A. Üçüncünü də köməklə yazaq. Mən 4, üçüncüyə 4, 4. 4, 4. bir Üçüncüyə nə gedir? mən üçüncüyə mən versin. Elə Hemen K'nın AK 6. perimetri 14 eləyir də, düzdürmü? B gedir. Bəli, mən Bir də D gedəcək. M, B, C, K. D ilə D. Toplasaq 8, üstə gəl 6, üstə gəl 4, üstə gəl 4. 22 eləyir də. Gəldik D variantına. Buyur. D variantı Yenə də bunun 160'ı birincisində bölürük 4 yerə, eləyir 40. Yenə eyni prosesdir. Aralarındakı bıçaq 60-dırsa 30-a bıçağa bitişik bıçaqlar da eyni olur. Ən qısa məsafəmiz də 40-dır. Yenə eyni Bəli. qayda ilə x-ımız 5y-dirsə, y-in yerinə 2 qoyuram. X-i tapıram 10. Y də 2-dir.
Onda yan tərəfləri tapa bilərəm. 3x plus y-dən istifadə edərəm. Yan tərəf nə qədər eləyir? Ben 3 ona vururuq. Üstüne de 2 üzerine de 2 geldi. Ay sağ ol. Onda belə çıxır ki, AB bərabərdir CD-yə, o da bərabərdir 3 vurulsun 10, üstə gəlsin ki, yəni 32. Yan tərəflərə də 32 yazdım. Bəli. Tapdıq bunu da. Sonra orta xətti də tapaq. BC kiçik oturacaq 8-dir. Böyük oturacaq 14-dür. Orta xəttimiz onda necə olacaq? 8 üstə gəl 14 bölünsün 2. Yəni Bəli. 11. Bəli 11. 11. Onda bir dənə qaldı perimetrimiz. Perimetrimizde məlim 32'nin üzerine 8. Üzerine 32 üzerine 2 14 üstə gəl 86. 32 üstə gəl 8 üstə gəl 14. Neçə tapmısan? 86. Bəli, 86. Keçdi 3-ə. Yenə düşsək x 2x çünki hər dəfə yarısına bərabər. 4x 8x tərəfləri yazdım. Birinci və dördüncü kvadratların perimetrlər fərqi. Birinci hansıdır? 8x-dir. Dördüncü Bəli. hansıdır? X-dir. Bunun perimetri neçə eləyir? 8x-in perimetri. 32x. 4x-in perimetri neçə eləyir? 4x. 4-ə vuruq da. Çıxsaq eləyəcək 28x bərabərdir 84-ə. X də bərabərdir 3-ə. 4. 3 3'e. tapdım. Ha. Bura tərəflər 3-dür. Burada məsələn 3-ə vuranda 6-dır. Bura vuranda 12-dir. Bura vuranda 24-dür. Amma mənə deyir ki, Səmra, ikinci və üçüncü kvadratın perimetrlər fərqini tap. İkincinin perimetri nə qədərdir ki? Və yaxud da üçüncünün perimetri. İkincinin perimetri buradan ama ikincinin perimetri 48'dir. Ay sağ ol. Sonra Üçüncünün üçüncünün perimetri 24'dür. 24. Məndən bax bunların fərqini istəyir. 24 Ben olacaq. 4-də yenə eyni qayda ilə OC istəyirsə, məndə AC verilib, ümumi verilibdir 14. Onda 7 düşür bura. ben B'də 12 verilibsə, burada 6 düşür. 6. Tapdım da. OD 6-dır. OC 7-dir. Yarısı qədər götürür. Perimetrində verilibdir 36. Bucaqlının perimetri, yəni və yaxud da paralleloqram perimetri 2 vurulsun, A üstə gəl B ilə ifadə olur. 36-nı 2-yə bölürəm. 18. A plus B-nin 18'in 18 tap. beraber de 32. Bəli, ABC-nin perimetrini tapmaq istəyirəmsə, 18 ilə nəyi toplayıram? 14'ü. Ay sağ ol. 32 bu elədir. Bəs ABD? Tamam o da 30 diyecek. ABD. Ufaq ABD. ABD. Aha, burada da bəli. 18 ilə toplayacağıq 12-ni. Eləcək 30. Düzdür. 5. Bucağa 60 verilib. Bucaq B 3x plus 6y verilibdir. Bucaq C yenə x plus y verilib. Bucaq D-də 6x plus 3y verilib. Bizə dedik ki, daxili bucaqların cəmi neçə olacaq? 360. 360. Bəli. Hesablayaq. 10x plus 10y. y bəli bərabərdir 360 60. çıxılsın. 60'a o da beraber de 300'e. 300 de ona bölüyor. Yok. 30. 30. Всё. Buranı 30 tapdıqsa xarici bucaq. Aha. 180'den de 30 çıkıyor 150. Aferin. 6. Deməli AB MB-yə bərabərdir. X x-dir, x-dir. Bu da buna bərabərdir. Ay sağ 9-sa burada 9 olacaq. Var. 9. Ayım 9 yazıbdır.
9 8 yazıbsa dedim. MD də 9 olacaq. 7. Mənim 9 götürüm Z variantına baxıram. Mən burada Bulanmışdı. 7-də mən birinci. Bir simmetriya oxu var. Bax, bərabər tərəfləri qarşı-qarşıyadır. Bu Professiya. hər ikisinə gedəcək. 1'ə B'yə 1 gedir. Bərabər tərəfləri qarşı-qarşıyadır. Mən Bu bu bir düzbucaqlara gedir. yox, bir dəqiqə üzr istəyirəm. Bərabər tərəfləri qarşı-qarşıyadır sözü. Bu hər ikisinə gedir. Yəni həm A-ya Mən, gedir, həm də B-yə gedir. mən, B, mən bir simmetri oxu var, o B'yə gedir. 2 simmetri oxu var, A'ya gedir. Aysa bir dənə Diaqonalları simmetriya oxu, bərabərdir. bəli. Bir dənə simmetriya oxu varsa, bu bütün bərabər yanlı trapesiyalar çoxluğuna gedir. Yəni hansına gedir? A-ya gedir. Hansı müəllim? Bir simmetri oxu bütün bərabər yanlı trapesiyalar çoxluğuna A-ya gedir. Bəs iki Mən simmetri oxu var. B'yə gedir. A isə bu cür düzbucaqlar çoxluğuna gedir. Doğrudur. Mən sonra Diaqonalları diaqonalları bərabərdir. Hər bərabərdir. ikisinə gedir. Bəli. Hər ikisinin Diaqonalı diaqonalları amma iki kongruent üç bucağa ayırır. Mən bu düz bucaqlara aiddir. iki kongruent üçbucaq, yəni eyni üçbucağa ayırır da, onu demək istəyir. İki daxili bucağın cəmi iki bucaq ola bilər. Mən bu düz yox trapesiyaya gedir yoxsa? Biz bunu bayaq dedik. İki daxili bucağının cəmi iki bucaq ola Al. bilir. Bütün bərabər yanlı trapesiyalar çoxluğu. Trapesiyalar çoxluğunda məsəl üçün ola bilərmi? Yox, ola bilməz axı. Bərabər yanlı trapesiyada bilirsən ki, iki dənə bucaq mütləq nə olur? Kör bucaq olur da. Bunlar oturacağı kiçik bucaqlarda iti bucaqlar olur. Yəni bunun iki daxili bucağının cəmi iti bucaq ola bilər. Amma düzbucaqlarda, məsəl üçün düzbucaqlarda iki bucağın daxili cəmi məsəl üçün olmur axı. Ona görə 6 hansına gedəcək? A-ya gedəcək. Bəli. Yox mən Sonra B A bərabərin trapesiya. Hə, neyse. sonra Mən başqa içsəm bitdi. 8. 8-də yox, bizdə biri qaldı axı. Diaqonalı 12 konkret üçbucağa ayırır. Yox mənim hamısı 5 qalıb. Mən bu B'yə getmir. Diaqonalı məsəl üçün düzbucaqlar çoxluğunda biz dedik ki, belə, bir də belə çəkirik də, düzdürmü? Konkret olaraq neçə üçbucaq ayırır? 2 dənə üçbucaq ayırır burada. Burada da məsəl üçün ayırırıq. Burada da konkret. Hansında olar? Düzbucaqlıda yoxsa bərabəryanlı trapesiyada? Bərabəryanlı trapesiyada. Çünki yan tərəfləri bərabərdir məsələn. Aynı oldu. Bəli. Bu da getdi bura. Sö. Gəldik 8-ə. Yenə rombumuzu çəkirik. 24-dürsə 24-ün yarısı neçə eləyəcək? 12, 12, 16, 16. Belə yazmışsan da sən də yəqin ki. Bəli. Eləyəcəm amma orada mən burada 12 144. kvadrat 20 eləyəcək də 400 eləyəcək. O da Bəli, 20, 144 ilə 12, 16. 256-nın toplayanda 400 eləyir. Doğrudur. Mən ABC-nin perimetrini tapanda 20 üzərinə 20 üzərinə 32 bərabərdir 72-yə. BOC-ni tapanda da 12, 16, 20 toplayırıq 48. 72 ilə 48 toplayırıq 120. Aha, diaqonalları məsəl üçün sən bu tərəfi
12, 12 götürüp yuxarına 24, 32 götürmüsən də yəqin ki, bax bura 12, 12, burada 16, 16 götürmüsən yəqin ki. İndi ABC, mesela ABCD. ABC'nin perimetrini tapanda 20 üstə gəl, 20 üstə gəl, 24 götürmüsən də, hə, yəqin ki. Hə? 64 tapmısan. Neçəni milli? Mən ABC-nin mən 48 tapmışam. 72 tapmışam. 12 ilə işləmisən. Əslində Mən belə 20, işləyir. 20, 32. Mən 24 ilə işlədim. 64 götürdüm ABC-ni. BOC çünki bu yuxarı böyük, bu tərəfi balaca götürdüm. BOC-ni götürəndə isə neçə olur? 20 BOC-də üstə mən 20 üstə gəl, 12 üstə gəl, 16. 48. Hə, bu da 48 eləyir. 64 ilə də 48-in cəmi. 112 eləyir. Sonra 9. Mən 9-da mən burada birincisi səhvdir. Bütün Diaqramın tərəfləri bərabər. xəstələrini istəyir. Birincisi səhvdir də. Aha, düzdür. İkinci amma düzdür da. Diaqonalı 12 konkret üçbucağa ayırır. Üçüncüsü müəllim diaqonalları bərabərdir. Mən bu da səhvdir. Maalesef. Kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Doğrudur. Bayaq işləmişdik. Simmetriya oxu yoxdur. Bu da doğrudur. Bəli. 2, 4, 6. Ha, 2, 4, 6 yəni B variantı. Sonra 10-cunu da deyək. Mən burada AYM yazaq 6. Burada 6 yazaq. AK'ya 6 yazaq. Burada 6 yazaq. NC'ye 8. Burada 8 yazaq. Onda bura 6. Bura 8. Bura 6'dır. Perimetrini tapsaq, MNK'nın perimetri. 8 üstə gəl 6, üstə gəl 6. 20. B bəli. gedəcək. MBCK bunun perimetrini tapsaq. 16, 12, 38. D gedəcək. İndi ikinci üçün işləyirəm. MB 7, 7'dir. B 8, 8'dir. KC 9, 9'dur. Orta xətti 9'dur. Orta Bəli. xətti 8'dir. 7'dir. Perimetrini tapsaq. D 8, gedəcək. 8 üstə gəl 9, üstə gəl 7. Necə? C gedəcək. D. Düzdür. Sonuncusunu da yazaq. NC 8'dir, 8'dir. MB 8'dir, 8'dir. 6'dır, 6'dır. 6, 8, 8. Bunu da toplasaq 20. Düz topladım yoxsa Mən A gedəcək. 36. 22 daha doğrusu. Hə. A gedəcək, düzdür. Bir də D gedir. Onda birinciyə Y gedəcək. Birincini yanlış yazmışıq. Birinciyə bir də baxaq Y variantına. M, B, C, K. 36 eləməli idi. Hə, düzdür. Birinciyə B, 2-yə C, 3-ə də A-da gedəcək. Bəli. Belə.